Gəlin siyahıya nəsli tükənmiş bir digər canlı ilə davam edək. Tulasin adlanan məməli növünün vətəni Avstraliya materiki idi. Ötən əsrin əvvəllərində nəsli tükənmiş olan bu heyvanın həm də Tasmaniya canavarı adlandırılmasının səbəbi itkimilərə bənzər xarici görünüşünün olmasıdır. Belindəki zolaqlara görə isə bəzən ona Tasmaniya pələngi də deyirlər. Xarici görünüşünə görə canavara bənzəməyinə baxmayaraq tilasinlər əslində kisəli məməlilərdəndir və ən yaxın əqrabaları kenguru, koala kimi kisəli məməli növləridir. Yenə də bu canlıların canavarlara bənzəmə səbəbi eyni ekoloji nişi tutmalarıdır, yəni özlərindən iri məməliləri qovaraq ovlamaq funksiyasını üstlənmələri idi. Bu səbəbdən tilasin də eynən canavar kimi uzun ayaqları, yaxşı yebilmək üçün uzun sov burunu, iti gözlərə və kəskin dişlərə sahib idi. Hətta siz tilasin və canavar kəli sümüklərinə baxsanız onları ayırmaqda çətinlik çəkərsiniz. Əlavə olaraq maraqlı bir məlumat bölüşüm ki, itkimilər yeriyərkən pəncələri üzərində addımlayırlar, yəni dabanları yerə toxunmur. Tilasinin əcdadları olan kisəli oposumlar dabanları üzərində yerisələr də tilasin eynən itlər kimi pəncələri üzərində yeriyəcək formada təkamül keçirmişdir. Bu arada Tasmaniya canavarı həm erkək, həm də dişi fərdlərdə kisə olan iki məməli növündən biri idi.